deyil. Xanımlar, qoğallara baxın. 3 dəfə görürəm belə qoğal. Çörəklər qalsın. Xanımlar, Məlik oturub dondurmanı gözləyir. Keçən dəfə bir xanım bilmədim da bunu da oğlum neçə alır. Keçən dəfə bananlı göstərdim, çiyələkli göstərdim. Oğlum 12 manat neçəsə qəpiyə almışdı. Xanımın biri yazdı ki, biz 10 manat neçə qəpiyə alırıq, 11 neçəyə. Xanımlar, biz məhliçi olan marketdən alırıq da evimizin yanından. Bilirsiniz ki, məhliçi olan marketlərdə də baha olur da, digər marketlərdən 1 manat falan daha olur. Bu plan 1-dir, ağdır. Bilmirəm, valla bunu neçə alıb oğlum. Amma bananlı çiyələklini 12.60 alırdı. Bunu bilmədim, bundan soruşub deyərəm. Məlik sevdir. Nənəsi qoba gözləyir. Maması boşqab gətir. Gəl. Salam aleykum gözəl xanımlar. Hər vaxtınız xeyirli, uğurlu olsun. Xoş gördük sizləri. Necəsiniz? Xanımlar, bugün ayın 4-üdür. İyul ayının 4-üdür. Bugün Məliyin ad günüdür. Amma ki, təbii ki, ad günü keçirmirik. Çünki xanımlar yazırlar, Məlikin ad günüdür. Dünən də axşamda canlı açmışdım. Orada xanımlar soruşur ki, Məlik ad günü keçirəcəksiniz. Rəyləri sonradan oxudum da, təbii ki, həmin rəyləri. İstədim elə məlumat verəm. Xanımlar, yox, bilirsiniz ki, məhərrəmlikdə ağır aydır. Məlikin elə 1 yaşından məhərrəmliyə düşür. Düzdür, 1 yaşı idi deyə mən 5 gün önə çəkdik, qeyd elədik. İyulun 5-də daxil olurdu. Məlikin 1 yaşı olanda biz nıyım 30-u qeyd etdik. Amma 2 yaşında sadəcə məhərrəmlik daxil olmamışdan qabaq atası balaca tort aldı, gətirdi. Elə belə, yəni ad gücümü qeyd etmədik də. Yəni bildik ki, məhərrəmlikdir. Mən dedim məhərrəmlikdən sonra balama da ürək istədiyin tort falan. Onu da xanımlar edə bilmədim də, yalan nə deyim. Ondan sonra məhərrəmlik çıxdı, atasının ad günü oldu. Onun üçün hədiyyə tort. Elə atasının ad gününü yola verdik. Anası ilə, maması ilə atasının evli il dönümü oldu. Yenə günaya məsəl üçün gücüm satanla etdim. Qızıl almışdım da. Onu yola verdim o bir oğlumun ad günü. Onu yola verdim Günayın ad günü. Onu yola verdim balaca balamın ad günü. Yəni mən də bilirsiniz ki 3 manat 5 manat qazanan insanam. Hələ yenə də mən edərdim. Oğlum icazə vermədi. Oğlum icazə vermədi də deyərkən mən əgər bir şey istəyirəmsə onu edirəm. Kimsə mən onu belə deyək də etmə deyə bilməz də, mən edirəm. Sadəcə olaraq, təbii ki, oğlum elə dillə məni başa saldı. Ay mama, artıq ad günü keçib. Onsuz da mən tort almışam, kəsmişik. Ad günü keçib. Ad günü keçəndən sonra, məsələn, daha 3 ay məhərrəmlik səfər ayı keçib. Bilirəm ki, indi mənim ad günüm gələcək edəsən, ondan sonra onu edəsən də. Yəni, nə belə deyək də, vacibdir araya Məlik ad günü keçəndən sonra belə bir şey etmək. Belə deyib, təbii ki, belə mülayim mənə izah edir, hər şeyi başa salır. Təbii ki, mən də ona görə ondan razılaşıram. Yoxsa mənə deyəcək, etmə, mən elə bir xasiyyətim var ki, edəcəm. İndi də xanımlar, düşünürdüm ki, iyunun 1-i uşaqlar da bayramıdır. Mən düşünürdüm ki, iyunun 15-nə qədər də Məlikin ad gününü biz qeyd etmirik. Sadəcə belə də, yəni, böyük tort alın, özümüz üçün edək və sizlərlə də paylaşım təbii ki, bilirəm ki, gözləyirsiniz. İstədim, dedim, həm ayın 1-i belə edeyim, sonra 15-nə qədər bunu etməliyəm, çünki məhərrəmlik daxil olur. Sizə də dedim də videolarda ki, onu edə bilmərəm də, edeyim, 15 gündən sonra bir də nəsə edeyim. Onu görə birləşdirəcəm ayın 1-də. Həm Məlikə nəsə hədiyyə alacam, maşın nəzərdə tuturdum. Həm də Məlikin tort sifariş edərəm, elə bir yerdə edərəm. Bunu demişdim videolarımda. Sonra da düşündüm ki, yox, bu uşaqlar bayramıdır. Ad günün bura nə hadiyyatı var, tortun bura nə hadiyyatı var. Falan nəsə etdim, dedim, indi ad gününə kimi də yenində Allah yetirər, edərəm də. Belə. İndi uşaqlar bayramda da gördünüz də, maşın aldım, maşının qiymətini gördünüz də üzərində. İndi mən milyoner nənə deyiləm ki. Gəldi ayın 15-nə qədər də, yəni istədiyimi edə bilmədim. Çünki o qədər problemlər var, o qədər nələr var. İstədiyim tort heç olmasa bir 60-70 manat edəcəkdi də, mən istədiyim tort. Tortun üzərinə belə təyyarə qoyursan, təyyarə də qoyurlar. Təyyarəni də almalıydım, çünki mən təyyarəni sevir. Eləyə bilmədim, həm də oğlum dedi, ay mama, nə vacibdir.
iş qarışıb işə, bu yana həyat plana düşür, bu yana o problem, bu yana bu problem. Balaca balam gedib, məsəl üçün də bu yandan qışlıq hazırlıq hamısı qarışıb bir-birinə. Sağ ol da, bala, mənim uşağım çoxsun, sağ ol. Mən özüm gedib bir dənə tort alıb gətirəcəm uşağıma. Bir də əlavə sən ekstradan bu xərci niyə çəkirsən ki? İndi onu da elə belə mülayimlə deyir, görüm ki, düz deyir də əslində. İndi mən nə qədər mənki çox istəsəm də, təbii ki, imkanım çatsa yenə də edərdim. Ona görə mən etmədim, atası məhrəmlik daxil olmamışdan öncə yenə də azlıqdan tort aldı, getdi, belə sadəcə qeyd etdik də. Mən onun çəkisini paylaşmadım. Düşündüm ki, özüm edəcəyimi paylaşaram. Özüm də edə bilmədim. Belə, bu gün də ayın 4-üdür, yəni biz etmirik. Biz xanımlar yaşayırıqsa, bunlar bizim vacib ehtiyaclarımızdır. Gündəlik yeyirik, içirik, bişiririk, yuyuruq, yığırıq, harasa gedirik, nə bilim, ya qışlıq hazırlıq edirik. İndi biz insanlıqda yaşayırıqsa, qışı özümüzə azuqə yığmalıyıq. Bunlar vacib ehtiyaclardır, bunlar başqa. Amma biri də var ki, təbii ki, o ağır günlərdə heç bunları da etmərik də. Amma biri də var ki, ekstradan durmaq, şənlənmək. Tort almaq, nə bilim, şam qoymaq, sevinmək, şənləmək, bunlar təbii ki, doğru deyil. İndi kim edər, etməz özü bilər, yəni biz etmirik. Ona görə bu qədər uzun danışdım, bugün mənim üçün ad günüdür. Tək ki, salamatçılıq olsun, tək ki, bu məhərrəmlik bitənə qədər, səfər ayı bitənə qədər, məlik dil açsın, danışsın, inşallah ki, dil açacaq da, danışacaq da. Yəni, əvvəllər belə şeylər yox idi. Bilirsiniz, indi zəmanə ilə bağlıdır. Uşaqlar televizora baxırlar, telefona baxırlar. Belə gecikmələr, link inkişafı gecikir. Tək ki, bu problemlər aradan götürülsün. Yəni, etmirik, onu göstərmək istədim. Adi günlərdən biridir, xanımlar. Yenə də pudingi bişirirəm. Qədər uzun danışdım ki, sizə məlumat verirəm. Çünki bəzilərdə gəlib deyəcək, yəni, nə oldu? Elə belə pişirirsiniz, yiyirsiniz. İndi bu bizim vacib ehtiyacımızdır. Yaşayırıqsa, İnsanlıqda çayla nəsə içməli, pişirirəm, uşaqlarım içsin də. Bunlar heç. Amma ekstradan durub nəsə şənlik etmək düzgün deyil. Xanımlar, şokolad puding edəcəm. O da südüdür. Sonra kurabiyə hazırlayacağım. Şəkər tozunu, unu götürmüşəm. Yağdır, otaq temperaturunda yumşalıb. Burada da 2 dənə yumurta kurabiyə istifadə edəcəm. Kurabiyə də yenə unundan, şəkər tozundan. Nə lazımdır istifadə edəcəm. Vanil, qabartma tozu heç olar götürməmişəm. Birinci xanımlar. Birinci yenə pudingi edeyim, sonra kurabiyə hazırlayarım. Xanımlar, səhər-səhərdə günortaya doğru gedirik. Nə pişirəcəyik, onu da göstərək sizə. Göstəririk. Yəni, mən sizə heç nə gizlətmirəm. Günay ilə mənəm. Xanımlar, cəmat təzə lobya pişirir, lobya bağlayıb. Hələ bizim qışdan lobyamız qalıb. Mən keçən videoların birində dedim ki, mən padvala düşmüşdüm. Baxdım ki, 4-5 dənə lobya qalıb. Bankaların arxasında heç Günayı da görməyib. Yəni, Günay ilə mən yeyirik ancaq. Günay ilə mən yeyirik ancaq. Günay bunu padvaldan gətirdi, xanımlar. Elə bunu bişirəcək. Mən kurabiyəni edəndə, puding edəndə, kurabiyəni bişirəndə Günay da bunu bişirəcək, günortaya yiyəcək. Axşama da çünki adi gündəlik yeməklərdən nəsə bir şey edəcək, uşaqlar işdən gələnə. Belə ki, xanımlar, görürsünüz, hər şey göstərimsə, bu gün də ayın 4-üdür. Balama 3 yaş tamam olur. Allah təala bütün balaları saxlasın, bütün balaları qorusun. Hanı stəkan? Al, baş stəkanı yapar qoyura verin. Apır stəkanı qoyura verin. Xanımlar, buna baxın. Nə istəyirsən? Siz südə siləyir, xanımlar. Sənə mən qurban olum. Verəcəm. Verəcəm, yaxşı. Verəcəm. Mənim heyyotum, mənim ömrüm günüm. Gəl. Getir buradan. Sənə qurban olum mən. Sənə qurban olum mən. Ay Məlik. Xanımlar, 2 stəkan. Görürüz.
Pudingi koydum sobanın üzerine pişmeye. Hanımlar bakın. Hələ mənim əncirim qalıb. Əncirim hələ qalıb. Bunu səhər-səhər Günay, Məlik, elə mən özüm də biz sevirik bunu. Yəni bunu kimsə çayla içmir bizdə. Bilmirəm Günay hərdən içir. Belə yəni mən çayla içmirəm. Ümumiyyətlə mən sevmirəm mürəbbə ilə çay içməyi. Sadəcə uşaqlarım üçün bişirirəm. Xoşum gəlir evdə olsun. Evə qonaq gələndə süfrəyə qoyum. Mən ancaq xanımlar ərik mürəbbəsini, sonra nəyi? Bir də heyvan mürəbbəsini sevirəm çayla içməyi. Onu da belə də o qədər də sevirəm yoxdur. İstəyirəm hərdən içim. Amma ənciri biz ancaq səhər yağla yeyirik. Görürsünüz, hələ 3 ya 4 bankası da qalıb. Şuna gətirib dedim göstərim sizə. Yəni indi bu nəyi pisdir ki? Yeyiləcək də. Xanımlar, soğanı Günay qəşəng doğradı, balaca, bir dənə böyük soğan. Yağı da bu qədər əlavə etmişəm. Biz yağlı yeyirik, az olsa yenə əlavə edəcəm. Yəni lobyanın yağı çox olanda yaxşı olur. Mən balaca oğlum xanımlar hərdən belə də kefinə düşəndə, lobiya yemək istəyəndə gərək bir tava lobiya, nə bilim 7-8 dənə yumurta vuram. Amma Günayda mən də sevmirik. Sadəcə 2 dənə 3 dənə vururuq ki, o lobiyon da yığılır bir yerə də, belə deyək. Yumurtanı vurmayan da elə bir lobiya diri-diri qalır. Belə xanımlar, pudingim hazırdır. Bu burada qızarmaqda olsun. Pudingi qablarını əlavə edim. Xanımlar, puding tam qatılaşıb. Sadəcə indi gözləyirik də. Pık, balaca qaynamağa başlayacaq. 1-2 dəqiqə qaynasın, sonra söndürəcəm, qabları əlavə edəcəm. Puding elə bir şeydir ki, onu tez-tez əlavə etməlisən. Biraz gecə əlavə edirik, bir də əlavə edəndə üzərində ləkə kimi qalır. Qəşəng belə hamar olmur. Görürsünüz, bu belə oldu axırıncı. Olsun, eybi yox. Götürün bunu mən. Onlar orada soyumaqda olarkən mən lobyanı bişirim, sonra başlayayım kurabiyanı hazırlamağa. Pudinglər də tam soyduqdan sonra üzərinə yenə qoz əlavə edərəm, doğrayıb əlavə edərəm. Hanımlar, qoy soğan tam qızarsın, lobyanı əlavə edin. Tam kızarsın. Hanımlar, bunu Günayla mən yiyəcəyim. Mənim üçün özünün sulu yeməyi var, şorba. Biz bunu yiyəcəyik, axşama yemək hazırlayacağıq. Görürsünüz nə qəşəng olar bir pomidora. Bəzi xanımlar edirlər, pomidor vurmurlar. Sonra bir dənə əlavədən pomidor, nə bilim, banka açırlar, əlavə edirlər, taqqışla. Mən acı biberdə, şirin biberdə bol edirəm, vururam, pomidorunu döydürəm, hazır. Bir də yumurtası qalır. Sadəcə burada biber bitmişdi. Nəsə başqa nələrsə bağlamışdım, əlavə etməmişəm. Amma pomidorlar görürsünüz, qabığını da soymuşam, qəşəng doğramışam, əlavə etmişəm. Belə. Görürsünüz hanımlar, suyu təmiz çəkilib. Suyu, soku çəkilib, artıq yağdadır. Öz yağına düşüb.
Allah Taala ruzumuza bərəkət versin. Hər halımıza şükürlər olsun. Allahın verdiyi hər bir nemət, yəni bizim üçün xoşdur. Yetər ki, hər zaman qazanımız qaynasın. Şərt deyil orada ət qaynasın. Amma axşama bişirəcəm ət. Günə getdi mənim üçün Padvaldan xanımlar ərikçimi gətirdi. Görün nə gözəldir. Görmüsünüz də yəni. Paylaşan zaman görmüsünüz. İnşallah xanımlar 2 kilo bişirmişdim də ərikçimi. 5-dən belə banka alınmışdı. 2 kilo da çiyələyin cemini etmişdim. O da deyəsən 5 belə banka alınmışdı. Amma bu keçən ilkidir də. Keçəndən hərəsinə 1-2 dənə qalıb. Gətirdi. Amma indi imkan etsəm əgər, yenə 2 kilo ərik, 2 kilo çiyələk alıb cemin edəcəm. Çiyələk yenə alacam, bişirəcəm. İmkan olsun. Yəni imkan da olmasa yox. Belə. Əslində ərik alıb şirəsini, nektarını hazırlamaq istəyirəm. Yalan nə deyim, imkan edə bilmirəm. İmkan edə biləndə edəcəm. Belə xanımlar. Mən həm kurabiyan xəmirini əlavə edəcəm 1 qaşıq. Dadlı olur onda. Cemlə və üzərinə əlavə edəcəm. Bu da nədir xanımlar? Bu qalsın bu tərəfdə. Bu da deməli kakosdur. Üzərinə əlavə edəcəm pudingin. Elə kakos ona yaraşır. Əslində qoz da, çox zaman qoz doğrayıb əlavə edirəm. Amma indi elə kakos əlavə edəcəm. Həm vaxtım yoxdur qozu doğramağa, həm də ki elə kakos yaraşar ona. Bir də görürüz Məlik gəldi istədi. Ona görə mən bunu bitirim. Amma bu səliqəsiz alanda da xanımlar yaxından. Amma üzərinə qoyacam bilinməyəcək. Çünki mən gözüm görmür, bu kakosdur. Bir də başqa şeylər xanımlar gözüm görmür. Yəni yaraşır, kakos yaraşır. Ümumiyyətlə bu rənglərə, o nə idi? Bu rənglərə, get bax gör nə idi? Bu rənglərə xanımlar nə bişirirsə, desert olsun, nə bilim puding olsun, nəsə olsun da, yəni ıslaq kek olsun, yaraşır. Çox oldu elə bil. Balaca qaşıq götürdüm ki, çox əlavə olunmaz, amma yenə də. Belə gözəl xanımlar. Şuna ağıllı qız gəl bunu qoy yuxarı. Belə. Xanımlar tört-töküntünü mən yudum hamısını. Cunayda silir, bizdə belədir. Cunaydan olsa deyim, sən eləmə özüm edirəm, amma mən edirəm. Yumaq mən niyə silməksən? Belə. Gördünüz nə qəşəngdir xanımlar? Yaxından da göstərir. Əslində Məlik çox şey yeyib, hələlik bunu verməyəcək. Kurabiyə pişəndən sonra birlikdə də təqdim edərəm sizə. Ya da Məlik də yeyərsə də yeyər. Balaman hoşucan olsun. Dondurma yeyir hal-hazırda, salonda dondurma yeyir xanımlar. Belə, mən bunu götürüm xanımlar, soyuducuya göndərim. Qəşəng özünü tutsun, mən başlayayım kurabiyan xəmirini hazırlamağa. Nə edirik xanımlar? Yağı əlavə edirəm. 1 stəkan şəkər tozunu və ya da şəkər pudrası olsa daha yaxşı. Çünki tez həll olur. Xanımlar, elə biraz qarışdırdıq, yetərlidir. Çox, yəni qarışdırmağa gərək yoxdur. Zaten əlimizdə də edə bilərik. Görürsünüz, rahat həll oldu. İndi nə edirik? 2 ədəd yumurtanı. Yəni kanalımda ən çox paylaşdığım reseptdir, pişirdiyim kurabiyədir, amma yenə də edirəm də. Yumurta xanımlar, 1 paket vanil. Əslində kurabiyələrə kabartma tozu əlavə etmirlər. Mən edirəm, çox az. Göstərəcəm sizə. Xanımlar, bu çay qaşığı deyil. Lap balaca, bunlara nə qaşığı deyirlər bilmirəm. Çay qaşığı deyil bu. Çay qaşığından da balaca qaşıqla 1.
Yəni çay qaşığının əslində yarısından da azdır bu. O qədər əlavə edirik. Çox əlavə etsək o şişər, formasını itirər, çatlayar. Sonra gözəl xanımlar. Cim. Görürsünüz xanımlar, üzərinə də çekiz kağızı koymuşam. Bir dolu yemək qaşıq da xəmirinə gördüyünüz cəm əlavə elədim. Hələ biraz da artıq əlavə edə bilərəm. Dadlı olur, çox dadlı olur. Hamısını gözünüzün qarşısında edirəm. Özdə görürsünüz cəm necə durudu. Sadəcə niyə məndə qıcı qırmır? Şəkər tozunu normasını da əlavə edirəm də, yəni. Mürəbbiyə necə əlavə edirəm, cemə də elə əlavə edirəm. Əri şirin olur axı. Əriyə 800 qram, 900 qram belə əlavə edirik. Mən cemə də 800 qram əlavə edirəm. Ümumiyyətlə bütün cemlərə 800 qram əlavə edirəm. Ona görə duru edəndə heç bir şey olmur. Un da hardasa xanımlar 4 stəkan. İşən qarışdırırıq. Bir stəkan xanımlar. Bir dəfə də biri yazıb mənə əlavə edir ki, nə oldu hər şeyi alırsınız, ələk niyə almırsınız? Xanımlar 4 cür ələyim var podvalda. Sadəcə mənə rahat deyil. Mən elə süzgəclə rahat da belə etmək. Bir stəkan da edim, qarışdırıb, sonra yenə əlavə edim. Çox zaman belə videoları mən tezləşdirirəm, səsimi yazıram üzərinə. Ona görə indi belə geniş edirəm ki, xanımlar üçün daha aydın olsun. Gözünüz bu ikinci. Gözəl xanımlar, bu ikinci. Şimdi karıştırırıq. Üçü də əlavə edirəm. Dördüncünü artıq az-az əlavə edəcəm. Əslində xanımlar bu bir reseptdən çoxdur. Bir reseptdə mən bir reseptdə yazım. Resepti sizə yazacağım da bir reseptliyi. Bu hardasa 2 reseptlik deyil, bir reseptdən də çoxdur. Bu 3 stəkan. Çünki reseptdə 150 qramdır, mən 250 qram yağ əlavə edirəm. Məsələn. Mən bir resepti yazacağım sizin üçün. Bu dördüncü, xanımlar. Bu dördüncü stəkandır. Əslində bir reseptdə 2 stəkan yarım gedir. Mən reseptdən artıq etmişəm. Yarı stəkanını edirəm. Yarı stəkanı hələ saxlayıram. Saxlayıram və başlayıram əlimdən xəmiri toparlamağa. Lazım olsa o yarım stəkanı da əlavə edəcəm. Belə. Unu çox da əlavə etmirik ki, onda quru olur. Kurabillərimiz quru alınır. Amma xanımlar əlavə edəcəm, yarım stəkan əlavə edəcəm. Çünki çox yapışır. Çox yapışır. Gözünüzün önündə 4 stəkanı etdim. Amma bir resepti yazanda mən sizə 2 stəkan yarım yazacağım. Mən xəmiri toparlayayım, hazır formasını sizə göstərəcəm. Xanımlar gördünüz, sadəcə xəmiri toparladım bir yerə. Yoxsa xəmiri un əlavə nə qədər etsək, yəni gedəcək. Bunda da kurabiyyəmiz bərk olacaq. Mən əlimi yuyum gəlim. Göndərirəm soyuducuya, bir 15-20 dəqiqə qalsın. Mən də tör töküntüləri yığışdırım.
Əldə yuyulanları yuyun, maşına qoyulanları qoyun. Başlayayım hazırlamağa. Ay xanımlar, xəmiri göndərdim soyuducuya. Cünayt podvaldan gətirib. Burada çiyələk xanımlar. Şirəsidir bu. Gətirim süzüm özümə. O da qarağatın kompotudur. Açıq qaba əlavə edim. Xanımlar, qarağat çıxıb, qarağat neçəyədir? Deməli, bizdə mən Maşrağada getdiyim o meyvə yerinə izləyirəm də. İzləyirəm, onlarda qırmızı qarağat var, dərindən qəşəng. Bu arada mən shorts video paylaşmışam dünən, onlar keçən ilindir xanımlar. Sadəcə paylaşmışam, qara qarağat, qırmızı qarağat, dünən shorts videoda paylaşmışam. Daha doğrusu qırmızı qarağatı paylaşmışam, qara qarağatları da yükləmişəm, heç hələ açmamışam, indi açacam yadımdakı. Onlar keçən ilindir, sadəcə paylaşıram. Görməyənlər görsün, aktivlik belə deyək də ölməsin kanalın. Hələ almamışam. Qırmızı qarağat deməli gördüm, TikTokdan izləyirəm də onları. 3 manat 80 qəpiyə, dərindən gözəl. Bacım da artıq o çəkəni tanıyır, bir şey görən kimi mənə atır. Deyir ki, sizdə gözəldir də, deyir bizdə 6 manatdır o cür. Qırmızı qarağatlar deyir bizdə 6 manatdır. Amma bizdə xanımlar 3 manat 80 qəpikdir. Mən qara qarağat elə görməmişəm də, yanında paylaşmayıblar. Bacım dedi ki, mən aldım, 10 manata da var idi, 8 manata da var idi. Deyir, mən 8 manat olandan aldım. İndi hər halda bizdə ucuz olar da, 5 manat 6 manat çıxanda olar. Xanımlar, mütləq qırmızı qarağat almasam da, qırmızı qarağatın da kompotu çox gözəldir. Amma əsas qara qarağatdır da. Qara qarağat bol etmişəm. Keçən il səhv etmirəmsə 15 kilo aldım. Keçən də baxaydı, 6 manat 50 qəpikdən aldım. 10 kilo bir, 5 kilo bir, ancaq kompot etdim. Yəni uşaqlarım sevir. Həm belə balonlarda etdim, həm də 1 litrlik bankalarda etdim. Belə, indi inşallah ki, Allah Taala ruzu yetirsin. Heç olmasa 2 kilo əriyin yemin edəcəm. Çünki azdır, mən kurabiyələr edirəm. Heç olmasa 2 kilo çiyələyin yenə yemin edəcəm. İndi onlar çiyələk mürəbbəsi bişirərəm, olmaz bişirmərəm. Əriyin şirəsini edəcəm, çünki uşaqlarım çox içir. Təsəvvür edin, keçən illər bitdi, bu il hazırladığımda da 2 banka gedib ərik şirəsi. Belə. Yəni, ən vacibləri edəcəm, xanımlar. Qarağatın kompotunu edəcəm. Ərik alıb şirəsini hazırlayacam, inşallah. Şaftal alıb şirəsini hazırlayacam. Bir də əriklə çiyələk, belə. Vəssalam. Bir də gedə əncir, manqal salatı, pomidor, xiyar, belə. Yəni, ən vacibləri. Çünki çox bahadır hər şey, problemlər də çoxdur. Bu dəqiqə elə darıxıram, deyirəm ki, elə gedərdim, alardım, bağlayardım. Yəni, otura bilmirəm də, deyirəm, iş görüm. O da ki, indi hələ ki, imkan yoxdur, xanımlar. Sizlər nə edirsiniz? Qara qarağat çıxıbmı? Almışsınız mı? Neçəyə almışsınız? Bax, bunlar görürsünüz, keçənilkilərdir, xanımlar. Hələ biz istifadə. Bu da nədir? Çiyələyin şirəsi keçənilkindən. Hələ bu il etməmişəm də. Bunu xanımla biz əlavə edəndə mən əvvəllər və mən görüb götürürəm də, görüb yaxşı şeyləri insanlardan görüb götürməliyik, yaxşı şeyləri. Mən illər deyəndə mən Günay nişanlı olana qədər mən qara qarağatın kompotunu etməmişdim, xanımlar, bilmirdim. Mən hər zaman hər şeyin doğruluğunu etiraf edirəm. Günay bizə pay gətirmişdi, mən qaldım belə şöyle, mən bunu nə qədər təmizləyim, bunun mürəbbəsini edim, neyiniyim? Günay dedi, biz kompotunu edirik. Dedim, bəs kompotu yaxşı olur? Dedi, hə. Dedim, yaxşı ola, pis ola, kompotunu edim də, yəni mən onu o qədər təmizləyə bilmərəm. Xanımlar, nə yaxşı işlər ki, etmişəm. O qədər bəyəndik, o qədər bəyəndik. Yəni, Günaydan çox şey öyrənmişəm, bunu hər zaman etiraf edirəm, burada nə var ki. Və bir-bir təmizləyirdim, xanımlar, bir-bir təmizləmişəm, əvvəlki videolarıma baxsınız. O da çətindir axı, o qədər zaman aparır, vaxt aparır, neçə saat, insan beli qırılır, boynu qırılır onu təmizləyənə qədər. Sonra YouTube'da bir xanımda gördüm. O xanımı da çox bəyənirəm. Elə mən yaşlarda olar ki, bir xanımdır. Artıq deyəsən video paylaşmır. Çox gözəl, səliqəli videolar paylaşırdı. Amma nə yazıq ki, o da heç izlənmirdi. İzlənmədiyi üçün yəqin ki, artıq paylaşmır, qarşıma çıxmır. O xanımın səliqəsini çox bəyənirdim, çox. Həmin xanımla mən gördüm, götürdüm. O deməli,
qaraqatların yuduğu iri, belə deyək də, salxımlarını, çöplərini atdı, qalanları qaldı. Dedim, ay Allah, o qədər dua elədim ki, yəni heç mənim ağlıma gəlməyib. Onu təmizləmək çox çətindir. Yəni nə demək istəyirəm? Onsuz da mən indi balon doludur deyə belə bildim ki, meyvə tökülməyəcək də dolçanın içərisinə. İndi dolça bitəndə ya o biri dolçanın içərisinə bunu əlavə etsəm xanımlar, mən bilirəm ki, bunun içərisindəki meyvələr töküləcək, düzdür. Ona görə mən süzgəci tuturam, süzgəcdən süzürəm ki, meyvələr nə lazımdır? Meyvə də dolanda elə suyu az olur da, meyvələr dolur yarıya qədər. Mən həmin zaman anladım ki, mən onsuz da süzgəcdən tuturam, meyvələr getməsin dolçaya. Qoy çöplü olsun da, nə fərqi, nə aidiyyatı var ki, bir-bir mən onu təmizləyim. Yəni təmizləsəm də mən onu süzgəcdən süzürəm ki, dolçanın içərisinə getməsin. Yəni salxımlı olsa da, yəni belə daha rahatdır. Amma yenə də mən böyük çöplərini falan təmizləyirəm, balaca çöpləri qalır. Yəni onda problemi yoxdur. Sadəcə indi doluydu deyə, onsuz da bir də meyvələr getməyəcək dolçuya. Mənə çox danışır deyənlər. Bu boyda danışmağımı sizə izah etməyimdir ki, siz də nəsiz. Mən başqasından görüb götürmüşüm, siz də məndən görün götürün. Burada nə var ki? Deyirlər özünü tərifləyirsə. Mən özümü tərifləsəm demərəm başqa kanalda belə gördüm, filan kəsdə belə gördüm. Mən gördüm, ola bilsin siz də mənim kimi əziyyət çəkirsiniz, bir saatlarla onu təmizləyirsinizsə təmizləməyin. Böyük salxımlarını götürün, atın, sonra dolçaya süzəndə, indi ikinci dolçaya mən onu süzsəm, ya bu bitəndə süzəndə mütləq süzgəcdən edəcəm. Belə gözəl xanımlar. Onu da dedim, deyim biləsiz. Kəsəndən qalanlar da ki, yəni yay boyu istifadə edirik də, cemini də, ya ənciri gördünüz, əriyin cemini gördünüz, kəsəndən qalır ondan sonra. Mən şirə çiyərək hazırlamamışım, indi içəcəm xanımlar. Göz haqqınızda halal edin. Xanımlar, yığışdırdım, əldə yuyulanları yudum, maşına yerləşdirdim. Bir 5 dəqiqədə oturum divanda dincəlim ki, gəlib xəmiri götürüm, kurabiyelər başlayayım hazırlamağa. Xanımlar, kündələri göz yarı götürdüm. Həmişə 33 qramdan götürürəm. İndi ilə tələsirdim deyə göz yarı götürürəm. Əlimizin içərisində belə yumurluyuruq. Belə. Buyuruq. Belə göz yarı götürürəm. Belə yumurluyuram. Xanımlar, belə yumurluyuruq. Belə. Çünki bunlar, xanımlar, şişirlər bir-birinə yapışırlar. Ona görə 3 sıra elədim. Düz 4 sıra elədiyim vaxtlar da olur, amma indi 3 sıra elədim. İndi istədiyimiz bir alətlə belə oyuqlar açırıq. Kurabiyen götürürük əlimizə. Bunu kesinlə, nəlbəki əlavə etdim cemi. Bunu niyə təkrar edirəm xanımlar? Mənim bu videomu izləyəcək hər hansı bir xanım mənim digər heç bir videomu izləməyib. Ona görə o maraqlı olacaq ki, necə etdiniz. Nəlbəki cemi əlavə etdiyim kesinlə də götürdüm, çəkdim. Ki, bu cür xanımlar. Kakos yapışsın da. Kakosu bol-bol belə səpirik. Bol-bol. Qoy yapışsın qəşəng. Sonra nə inirik? Sonra xanımlar belə əyirik. Gördünüz? Yığırıq təzdən listə. Yenə götürürük. Bir ikisini göstərim. Bol-bol edirik. Sonra artıqlarını tökəcəyik də başqa. Sonra ehmalca edirik. Gördünüz gözəl xanımlar. Bir dənəsini dedim. Yəni qorxmayın, bolluca edin. Artıqlarını olsa belə əyəndə töküləcək. Gördünüz? Mən bunları xanımlar hamısını edim, yığım. Sonra ortasına cem əlavə edəndə çəkəcəm sizin üçün yenə. Cemi də əlavə elədim belə bir torbanın içərisinə.
Hanımlar, bitirdim. Bir banşa cem getdi. İçində lap bir damcı qalıb, görürsünüz. Bir belə banşa cem gedir. Cemli piroq edəndə, cemli kurabiyə edəndə elə bir banşa gedir. Hanımlar, çox dadlı kurabiyələrdir. Sizlər də hazırlayın. Noşicanlı övladlarınız yesinlər. Resepti də inşallah yazacağım. Məliklə maması ilə gedib həyətə. Başqa yiyəcəkləri var idi deyə bu yadıma düşmür. Pudingi də heç yemədi. Dondurma yediyi başqa yiyəcəkləri var idi. Onları yeyib, hələ bunları istəmir. Hanımlar, pudingləri də çıxartdım. Kakoslu pudinglər və kakoslu kurabiyələr. Bu dəfə belə olsun. Pudinglər özünü tutur. Çox qəşəng, buz kimi. Həqiqətən belə olanda çox dadlı olur, buz kimi. Sizlər də hazırlayın, övladlarınız noşicanla yesinlər. Gözəl xanımlar, mən sizlərlə sağollaşıram. Allah amanında qalın, Allah əmanət olun. Bugünkü videomuz da bu qədər olsun. Kakoslu cemli kurabiyə və şokoladlı kakoslu puding olsun. Yəni videomuzda olanlar bunlardan ibarət olsun. İnşallah yeni videolarda görüşərik. Hər birinizi öpürəm. Allah amanında qalın.